Azərbaycanda pikap deyiləndə bu maşın yada düşür. Birinci növbədə. Yəni 5 dənə pikapdan danışsaz, onun 4'ü jakdır. Belə zirehli texnika nə ilə işləməlidir? Əlbəttə ki, yanacaq olaraq dizellə işləməlidir. Və mexanika ilə. Təbii ki, dizel, mexanika və bir çox ən müasir, bugün özündən deyən funksiyaları belə bax bu pikapın içinə yerləşdiriblər. Bu T8 modelidir. Əlbəttə ki, bunun T9 modeli də var. Siz bir dənə bu bədheybətin hündürlüyünə baxın. Sözün həqiqi mənasında maşın monsterdir. Yəni bu təkər arkasına fikir verin, təkər bazasına. Görün necə rahat şəkildə əlbəttə ki, bu təkəri idarə etmək olar. Eyni zamanda clearance-ə fikir verin. Clearance 20 santimetrdən hündürdür. Hətta deyərdim ki, təxminən bəlkə də 22-23 santimetrlik bir clearance var. Və giriş bucağı təbii ki, ön tərəfdən çox rahatdır və düşünürəm ki, bu maşınla ümumiyyətlə hər hansısa bir nahamar yolda sən heç bir problem yaşaya bilməzsən. Mümkün deyil. Jak adı eşidəndə mənim birinci növbədə artıq pikap yadıma düşür. Çünki jak sırf T8 və T9'la bu adı konkret olaraq qazandı. 2 litrlik bir mühərriki var avtomobilimizin. Ölməz, dağılmaz bir motordur və mən son zamanlar ümumiyyətlə araşdırdım, baxdım, soruşdum. Nə bilim, Rus saytlarından, Türk saytlarından, başqa ölkələrin saytları ilə ki, görün bunun motoru ümumiyyətlə necə motordur. Yəni dağılan, problem çıxardan, böyük problemlər çıxardan bir motoru yoxdur maşının. Yük bagajından danışacağım sizə, əlbəttə ki, T8'in. Yük bagajında ölçülər nədir? Metrə yarıma və hündürlüyü isə bax bu tam olaraq yük üçün olan yerin hündürlüyü hardasa 50 santimetrdir. Hardasa deyəndə lap dəqiq olsam 47 santimetrlik bir hündürlüyü var. Avtomobilin interyeri ilə davam eləyək. Görək avtomobilin içərisində nə var, nə qarşılayır bizi. Birinci növbədə təhlükəsizlik qaydalarından danışacağım sizə. Təhlükəsizlik qaydalarının şah əsəri, yəni şah alətləri, yanğın söndürmə balonu və qəza durma nişanı. Hansı ki biz onu 3 bucaq kimi tanıyırıq, lori dilində desəm. Bir dənə qəşəng sensor monitoru var, hansı ki içində hətta Apple CarPlay və Android Auto kimi funksiyaları var. Jak markasının Azərbaycandakı rəsmi distributoru Performance Center bax bu modelə, T8 modelinə 200.000 kilometr və yaxud da 5 il zəmanət verir. İndi hansı tez çatsa əlbəttə ki. Və bu maşını əldə etmək üçün 1633 nömrəsinə zəng eləyəcəksiniz. Elə bax bu dəqiqə.